Geçen ilin 19 iyununda başladığım Qınaqsız Şikayətsiz Həyat proqramında 21 günlük olduğu üçün 21 günə çata-çata başa düşdüm ki, bu bitməyəcək. Ona görə də videoları dayandırdım. Hal-hazırda 284-cü günündəyəm. 21 günlük proqramın 284-cü günündəyəm. Çünki burada belə bir şey var ki, əgər onu tamamlaya bilməsən, günlər davam edir. Və bu 21 günlük proqramı 1 ilə də, 5 ilə də, 10 ilə də, hətta bitirməyə də bilmək mümkündür. Səbəb nədən ibarətdir? Çünki hər dəfə qınayanda və ya şikayət eləyəndə bilərziyi bir qolumuzdan başqa qolumuza keçirməliyik və o bilərzik bir qolda 21 gün ərzində qalmalıdır. Bu 284 gün ərzində nə öyrəndim desək? Birincisi, qınamaq yaxşı bir şey deyil, şikayət eləmək yaxşı bir şey deyil. Amma sözünü deməyəndə sağlamlıqda problemlər yaranır. İkincisi, əgər sən qınamaq istədiyini tam olaraq anlamırsansa, yəni nəyə görə qınayırsan, nə baş verir, nə üçündür bu, əslində həyatda nəyini dəyişdirmək istəyirsən, başa düşmürsənsə, bu səni inkişaf etdirmir. Sadəcə olaraq susursan, enerji içində qalır, sən özünü gərginləşdirirsən və hətta zərər verə bilir. Ona görə də nəyisə qınayanda başa düşməlisən ki, sən nəyisə yaxşıya tərəf dəyişdirmək istəyirsən. Və o dəyişdirmək istədiyini qınayaraq və ya şikayət edərək yox, əslində başqa cürdə dəyişdirə bilərsən. Ən çox belə deyək, fayda götürdüyüm bu oldu və bugündən etibarən də yenə də eyni şəkildə davam etdirməyi planlaşdırıram. Və əgər siz də bunu edirsinizsə, həyatınızda hər hansısa bir təsiri varsa, istəyirəm ki, siz də paylaşasınız. Mən nəyə görə davam etməyə başladım? Çünki bunu 21 gün ərzində edib bitirən insanla və 1 il edən insan arasında fərq var. Və düşünürəm ki, burada başa düşdüklərimdə daha çox xırdalıqlarına getdiyim nüanslar da həm sizə, həm mənə daha faydalı olacaq. Ona görə də davam edək.